Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün sizinlə çox maraqlı bir qonağımız olacaq. Sizin üçün maraqlıdır bu xanım kimdir? Bu sizin də izlədiyiniz insanların ruhuna sirayət edən, onların həyatlarındakı kölgələri silən, işıq saçan, həyatlarını dəyişdirə biləcək gücə malik olan Fərqanə xanımdır. Xoş gördük Fərqanə xanım, xoş gəlmisiniz. Fərqanə xanım, gözəl bir Ramazan günündə xoş gördük sizi. Xoş gününüz olsun, xoş məqamınız olsun inşallah. Ramazan ayınız mübarək olsun. Bu gözəl ayda bizim izləyicilərimizə nə deyə bilərsiniz, nə məsləhət görə bilərsiniz? Ramazanda nə eləsək daha düzgün olar? Ramazan ayı bütün insanlara güc qüvvət arzulayıram birinci növbədə Allahdan. Allah ən gözəl bir məqam verib bizə. Ramazan ayı, oruç tutmaq nəsib eləyibdir. Bəzi insanlar var ki, Ramazan ayında belə fikirləşirlər ki, elə mən oruç tutduğum saatı gözləyim. Məsəl üçün, saat tamam olan kimi yemək yiyim. Bu oruç tutmaq deyil. Oruç tutmaq odur ki, hissinlə, duyğunla. Yəni, elə bir şeylər fikirləşəsən ki, nəfsinə qalib gələsən. Yəni, Allah bizə bu nemətlərin qədrini bilməyi veribdir. Ona görə də hər kəsə arzu edirəm ki, gəlin nəfsinizə qurban olmayın. Yəni, nəfsinizi saxlayın. O qidaların, Allahın bizə verdiyi nemətin qədrini bilin. Bütün dinlərdə oruç müəyyən qaydalarla insanlara vacib görülübdür. Allah Taala bununla insanlara nə demək istəyir? Düzdür, vacib buyurulubdur. Amma aması var ki, bəzi insanlar var ki, mən yox, xəstəyəm, mən məcburam ki, namaz üzr istəyirəm, oruç tutum. Amma yəni məcbur deyilsən. Əgər bir canın ağrıyırsa, bir cana bunu məcbur eləyirsən ki, yox, mən oruç tutmalıyam, mütləqdir bu, xeyr. Oruç əgər tutursansa, yəni müalicə almalısan, sağlam canla orucunu tutmalısan. Belə bir şey, yəni Allah tərəfindən bu buyurulubdur. Bu mütləqdir. Amma bəzi insanlar səhv, yanlışlı olaraq, yəni xəstə olaraq dərmanlarını saxlayırlar. Yox, mən tutmasam 60 gün gözlərəm, mənim qəzam olur. Belə bir şey yoxdur. Gəlin sağlam canla, sağlamlıqla orucunuzu tutun, əzizlərim. Deməli, buradan da belə bir nəticə çıxarırıq ki, insan birincili surətdə hər bir əməli yerinə yetirməlidir. Bəli. Əzbərçi olaraq deyil. Çünki Allah Taala da deyir ki, mən bəndəmi çox sevirəm, onun əziyyət çəkdiyi heç bir şeyi ona vacib etmirəm. Ay Sabi, bəli, mən sizə bu günlərim Xəyal xanım, onu demək istəyirəm ki, yəni oruç tutanda insan o qədər xoşbəxt olur ki, o qədər xoşbəxt olur. Amma bir şey var, bu xoşbəxtliyi hər adam yaşamır. Onlar nemətin qədrini bilmək üçün deyil, sadəcə oruç tutdum, reklamdır. Reklam üçün. Sadəcə saatı gözləyirlər, aclıq gəldi, başlayırlar nə qədər, oruç açandan sonra nə qədər yeyirlər. Yəni bu oruç tutmaq deyil ki, oruç tutmaq başqa bir möcüzəsi var. Çünki oruç tutursansa, həm nemətlərin qədrini bilirsin, həm də o acılar var, o acıların nələr çəkdiyini bilirsiniz. Ona görə də Allaha şükür eləmək lazımdır. Ya Rəbbim, ya Rəsulallah, bu neməti sən bizə nə gözəl vermirsən. O suyu içirsən, o suyu içəndə, ay, nə gözəl xoşbəxt olursan, budur. Fərqanə xanım, oruçluğun gözəl bir adətləri də var. Məsələn, sədəqə çıxartmaq, ac qarınları doyurmaq. Məsələn, xəstəsənsə, kəffarən varsa, onun əvəzinə yoxsul insanlara, həqiqətən yoxsul insanlara kömək eləmək, onların bir günlük yeməyinin pulunu çıxartmaq məsələsi. Bax, mən burada belə bir şeyə deyinmək istəyirəm ki, adam var ki, deyir ki, mən evdən çıxartdım, üzərimdən getdi. Ay, kimə qismətli məsələsi var. Siz bu məsələyə necə baxırsınız? Yox, elə bir şey yoxdur. Əslində qalan sədəqə çıxardığında onu imkansız adamlara, xəstə adamlara vermək lazımdır ki, Allaha xoş getsin. Axı, Allah görür. Onu Allah ona görə deyir ki, sədəqə çıxın. Bu insanları doydurmaq üçün, xəstələrin, yəni az da olsa, o pulu verirsən, az da olsa köməkli eləyirsən ki, onların dərdlərinə dərman olmaq üçün. Onlar özlərinə getsinlər, müalicəsini elətdirsinlər, şəfa tapınsa, bu keçir o sanata, bu keçir, səvab batır, səvaba qazanırsan, səvabını qazanırsan. Budur əsas. Bax, axır vaxtlar çox müşahidə edirik. Məsələn, ehsan süfrələrində daha çox dost-tanış dəvət olunur. İmkanlı insanlar yığılır, tədbirlər keçirilir, süfrələr açılır, iftarlar verilir. Orada biz yoxsul insanlar görə bilmərik. Çox nadirən görərik ki, kimsə, hansısa bir imkanlı adam
tutaq ki, küçədə çalışan xadimələri, süpürgəçiləri, aşağı maaşla işləyən, aşağı təqaüd alan və yaxud heç almayan, tək uşaq saxlayan valideynləri yığsın, onlar üçün bir iftar versin, onlar üçün bir kömək eləsin. Bunu reklam üçün eləyirlər. Mən deyim də, bilirsiniz ki, Azərbaycanda reklam çoxdur. Çoxları özlərini reklam eləyirlər. Amma siz onu reklam eləmək, yəni sizlər, bizlər onu reklam eləməli deyilik. Əgər sən onu hansısa bir acın qarnını doydurursansa, hansısa bir xəstəyə aparıb o yeməyi verirsən və yaxud da imkanı kömək eləyirsənsə, onu Allah görür. O Allah görür, bəs yetərdir. Allah onun qarşısında sənə nələr verməyəcək, heç xəbəriniz yoxdur ondan. Vallahi, düz deyirsiniz. Əgər bizlər şükür eləyiriksə, otururuq bir stəkan su içirik, yeməyimizi yeyirik, ona şükür eləyirik, Allah davamını özü verir. Elə insanlar var ki, bir stəkan su belə içə bilmirlər. Vallahi. Yəni o hər günümüzə, hər saatımıza sonsuz şükürlər olsun Rəbbim deyirsiz də, Allah inanın sizə nələr verəcəkdir, onu özünüz görəsiniz. Bu oruçluq ayında mən əziz izləyicilərim, takipçilərim sizlərə bir dənə tövsiyə edə bilərəm. Yəni özünüzü təmizləmiş olursunuz bu oruç tutmaqla. Yəni evinizdə olan lazımsız, sizə lazım olmayan, yəni əşyalarınız varsa, yenə deyirəm, yaxşı olsun. Yəni atıntı əşyaları demirəm. Kimsə sizlərə, imkanı olmayanlara verin. Yəni imkanınız varsa, xəstələrə, imkansız insanlara sədəqə çıxın və çoxlu sayda kəlmə-i şəhadət oxuyun. Kəlmə-i şəhadət insanları pak eləyir. Sizlərə bol-bol arzular və ömrünüzə, gününüzə xeyir, bərəkət arzulayıram. Və bu oruçluqda Allah sizlərə güc qüvvət versin. İnşallah. Amin. Təşəkkür edirəm Fərqanə xanım. Allah bütün oruç tutanların oruçlarını qəbul eləsin, ibadətlərini qəbul eləsin. Allah sizin canınıza sağlıq versin. Siz hər zaman insanların həyatına işıq tutursunuz, onlara yol göstərirsiniz. Gözəl biliklər verirsiniz. Nurunuz, işığınız çox olsun. Mən sizlərə təşəkkür edirəm Xəyal xanım. Çox sağ olun, var olun. Allah'a əmanət olun. Allah sizdən razı olsun.